Vurğuladınız ki, datanı pula çevirmək çox maraqlı səslənir. Datanı pula çevirmək dedikdə nəyi nəzərdə tutursunuz? Bu barədə nümunələr verə bilərsinizmi? Datanı pula çevirmək dedikdə nəzərdə tutduğumuz odur ki, Google-a bir axtarış veririk və o axtarışa uyğun yəqin ki, az başımıza gəlməyib də qarşımıza müxtəlif saytlarda reklamlar çıxır. Əslində Google müxtəlif şirkətlərə bizim axtarış məlumatlarımızı monetize eləyərək, yəni pul qazanaraq onların satış etmələri üçün bir xidmət göstərir. Və başqa bir nümunə, ikinci WhatsApp şirkəti Facebook tərəfindən 19 milyard dollar alındı. Amma biz WhatsApp-a heç pul xərcləmirik, pul ödəmirik xidmətlərindən istifadə edərkən. Əgər burada bizdən pul qazanmırsa WhatsApp necə olur ki, 19 milyard dollara satış edilir? Burada əsas məqsəd data monetization-dır. Datanı pula çevirmək. WhatsApp bizim məlumatları monetize edə bilər bu və ya digər şəkildə müxtəlif üsullarla. Başqa bir nümunə, dünyada bu günləri müxtəlif süni intellekt həlləri formalaşır, çıxır. Bunlardan biri də Viz.ai-dir. Viz.ai beyin MRT datalarını, görüntülərini, UZI görüntülərini diaqnoz verməyə imkan yaradan bir application-dır. Application-a həkim upload edir görüntüləri və application çox rahat diaqnoz qoymağa kömək edir. Əslində hər bir süni intellekt həllidir və milyardlarla dollar dəyərində qiymətləndirilir. Və bu həllin işləməsi üçün bu startup öncədən bir çox klinikalardan hazır o görüntü datalarını labellanmış şəkildə, yəni həkimlər həmin görüntüyə baxıb diaqnozunu yazıb, qeyd edib, belə milyonlarla insana aid məlumatlar satın alıblar ki, daha sonra bunu machine learning alqoritmləri ilə diaqnozları detekt eləmə həllərini öyrədiblər artıq. Baxın, data monetization olmadan bugünkü dövrdə süni intellekt həllərinin işləməsi heç də mümkün olmaz deyə bilərik bir mənada. Amma bu həm süni intellekt həllərini yaratmağa kömək edir, həm də eyni zamanda pul qazandıran bir məfhumdur.